Salam uşaqlar, bugün sizlərlə funksiyalar və qrafiklər mövzusunun ikinci bölməsinin dərs izahına baxırıq, yəni kvadratik funksiya. Kvadratik funksiyada y bərabərdir x kvadratı. Bir dəqiqə. Y bərabərdir x kvadratı və ya y bərabər x üstü n, yəni burada n də 2-dən böyük qiymətlər ala bilər. Kvadratik funksiyanın ən mühüm düsturu y bərabərdir ax kvadratı plus bx plus c şəklində olur. Burada a heç vaxt 0 ola bilməz. Çünki bu zaman x kvadrat yoxa çıxar və kvadratik funksiyadan keçər bu xətti funksiyaya. Kvadratik funksiyada c, biz xətti funksiyalar mövzusu bundan əvvəlki dərs izahımızda xətti funksiyada demişdik ki, b ordinat oxu üzərində olurdu. İndi bu kvadratik funksiyada isə c ordinat oxunun üzərində olur. Ordinat oxu. Yəni ordinat oxunu kəsən nöqtə c adlanacaq. Qrafiki isə paraboladır. Qrafiki parabola. Bax, indi məsələn buna aid bir nümunə deyək. Parabola, bir var, parabolada qollar yuxarı olma var, bir də aşağı olma var. Əgər a böyük 0 olduqda, parabolanın qolları olacaq yuxarı, yəni bu şəkildə. Yox, əgər a kiçik 0-dırsa, bu zaman parabolanın qolları aşağı olacaq. Məsələn, qrafik budursa, indi o c-nin önəmi var da, hardan kəsdik. Yalnız işarə, məsələn, qolların yuxarı olmağını göstərmək üçün, məsələn, belə də ola bilər. A mənfidirsə, bu zaman qollar aşağı ola bilər. Və bu parabolanın bu hissəsi bunun təpə nöqtəsi sayılır. Yəni, parabolanın təpə nöqtəsi. Sizə indi nümunələrdə, indi yazanda göstərəcəm. Orada sual verilir ki, parabolanın təpə nöqtəsi hansı rübə düşür? Yəni, burada təyin edəndən sonra bu hansı rübə düşürsə, deyirik ki, məsələn, burada birinci rübə düşür. Burada, məsələn, parabolanı biraz düzəldim. Göyə buradırsa təpə nöqtəsi. Onda deyəcəyik, üçüncü rübə düşür. İndi, yəni, ümumi necə oldu? A müsbətsə qollar yuxarı, A mənfi olanda da qollar aşağı olacaq. Məsələn, bizə bir dənə belə qrafik verilib bu formada. Və deyir ki, burada 2 nöqtəsidir. İndi bu parabolanın təpə nöqtəsi hansı nöqtədir? 2 nöqtəsi. 2 nöqtəsidirsə ordinatı 2-dir da bunun. Onda x-i nə olacaq? 0. Birinci başlayaq. Y bərabərdir x kvadratı plus n düsturuna. Bu kvadratik funksiyanın düsturunun təpə nöqtəsi 0 n-ə bərabərdir. Məsələn, bizə verəcəklər ki, y bərabərdir x kvadratı minus 4. Funksiyasının təpə nöqtəsini yaz. Bu düsturdursa, bunun x-i 0 olacaq. N bu qiymətdir. Y-in qiyməti sayılır. Bu da nə olacaq? Mənfi 4. Bəs desələr, bunun qrafikini qur. Qrafikini quranda n, həmişə yadınızda saxlayın ki, n ordinat oxu üzərində olur. Ordinat oxu üzərində. Ordinat oxu üzərindədirsə, qrafiki necə qurarıq? Mənfi 4 və a-sına baxırıq. Bunun a-sı neçədir? 1. Yəni 0-dan böyükdür. 0-dan böyüksə qollar yuxarı olacaq. Onda qrafikimiz, bax, uşaqlar bu formada olacaq. Bu düsturun təpə nöqtəsini yazdım və qrafikini çəkdim. Gəlin bir dənə də nümunə yazaq. Məsələn, yazıb ki, y bərabərdir mənfi 2 x kvadratı plus 5. Tez yazın ki, a kiçikdir 0. Demək, qollar aşağı olacaq. N-imiz də 5-ə bərabərdir. Bu zaman qrafiki qururam. N 5-dirsə, n y oxu üzərində olur. Buradan 5-i qoyuruq. Təpə nöqtəsi nəyə bərabərdir? 0, 5 və qollar aşağı. Bu şəkildə. Keçirik ikinci düstura. İkinci düstur.
İkinci düsturumuz y bərabərdir. X çıxaq m mötərizənin kvadratı. Biz bayaq dedik ki, n hansı ox üzərində olurdu? Ordinat ox üzərində. Təpə nöqtəsi də nəyə bərabər idi? 0n. Yəni n y deməkdir da, belə deyək. Amma bu düsturda m var. M isə x ox üzərində olur. Təpə nöqtəsi olacaq m0. Bir də uşaqlar, həmişə yadınızda saxlayın ki, misalda m-i hansı işarədən veribsə, siz əksini götürün. Məsələn, bizə deyəcəklər ki, y bərabərdir -2 mötərizədə x plus 3 kvadratı. Bu m-in düsturu da. Yadınızda saxlayın ki, mötərizə varsa içindəki m-dir. N mötərizənin içində olmur. Burada indi m-i nə demişəm? Əks götür həmişə, əks işarə. Onda bunun m-inə nə yazacağım? -3, a -2 verib, a-nın işarəsi bizə nəyə görə lazımdır? Qolun yuxarı və ya aşağı olmasını tapmaq üçün. İndi təpə nöqtəsini yazıram. -3, 0, bu bunun oldu təpə nöqtəsi və qrafikini qururam. M hansı oxun üzərində idi? X oxunun üzərində. -3'ü yazdım bura. Təpə nöqtə buradır. Və qol aşağı. Bu düsturun da qrafiki bu formada olacaq. İndi keçirəm 3-cü düstura. 3-cü düsturumuz y bərabərdir. A vuraq. X minus m'in kvadratı plus n. İndi ikisi bir arada. Bunun təpə nöqtəsi. İndi həm m var, həm n var. Onda ikisi də bir arada olacaq. Təpə nöqtəsi m. Məsələn, bir nümunə yazaq və qrafikini quraq, təpə nöqtəsini deyək. Yazıb 2 vuraq mötərizədə x minus 2 mötərizənin kvadratı çıxaq 3. Bəs uşaqlar, deyəsiz ki, müəllim, dediniz m əks götürülür. Bəs n işarə nədir? Odur. Yəni, müsbətsə müsbət götür, mənfidirsə mənfi götür. Təpə nöqtəsini yazaq. Birinci yazaq. M-i neçə götürəcəm? Əks işarədən 2. Amma n-in demişəm ki, işarəsi dəyişmir. Onda olacaq 2 -3. Qrafiki necə quracam? Bir a-nı yazmadıq. A 2-dir. Müsbətdir. Qollar necə olmalıdır? Yuxarı olmalıdır. İndi 2, 3. 2 burada. -3 burada. Qırıq xəttdən, m olanda qırıq xəttdən birləşdirin. Təpə nöqtəsi ikisinin kəsişdiyi nöqtədir. Və qollar nə olmalıdır? Yuxarı olmalıdır. Onda bax, bu formada qrafikimizi quracağıq. Düşünürəm ki, aydın oldu. Sonra uşaqlar, belə başqa formalı suallar da olur. Məsələn, deyirlər ki, aşağıdakılardan hansında, məsələn, S-nin işarəsi müsbətdir, A-nın işarəsi müsbətdir. Hətta B-ni də soruşurlar. A-dan S-ni tapmaq asan da olur. B-ni biraz tapmaq çətin olur. Gəlin, biraz o haqda danışaq. Bir də bayaq yazdım düsturda, ən başda bu kvadratik funksiyanın düsturunda. Bəs E-ni, M-i necə tapacağıq? İndi onu deyəcəm sizə. Lap indi 1, 2, 3 yazdımsa onu 4-dən davam edirəm. 4-cü düstur kimi. Y bərabərdir. AX kvadratı plus BX plus C. Bu tənliyin təpə nöqtələrini tapmaq üçün bayaqları bu misallarda MN-lər məlum idi da. M-in nə olduğunu tapa bilirdim. Amma burada tapamıram. Ona görə hazır düsturlarımız var. Ümumiyyətlə qiymət sözü, ən kiçik qiymət, bax, ən kiçik qiymət sözü, ən böyük qiymət sözü, ümumiyyətlə qiymət sözü. Yəni, bu qiymət sözünü sən harada gördünsə, bil ki, E-nin düsturunu soruşur. E-nin düsturu da 4AC çıxaq B kvadratı böl 4A düsturundan tapılır. M isə mənfi B böl 2A düsturundan tapılır. İndi təpə nöqtələrini tapmaq üçün bu düsturlardan istifadə edəcəyik. Məsələn, mənə deyəcəklər ki, Y bərabərdir
2x kvadratı plus 4x minus 6. Təpə nöqtə qrafikini qur, təpə nöqtəsinin koordinatlarını tap. Yəni nəyi tapmalıyam? E-mi, E-ni. E-mi gəlin birinci tapaq. Buradan yazıram ki, A neçədir? 2, B 4-dür, C də mənfi 6-dır. E-min düsturu necə idi? Mənfi B böl 2A idi. Mənfi B-nin yerinə 4, ki A-da 4 eləyir. Cavab oldu mənfi 1. E-mi aldıq mənfi 1. İndi E-nə keçirəm. 4AC, yəni 4 vur 2 vur mənfi 6. Çıxaq 4-ün kvadratı 16 bölək 4A. Yəni 4 dəfə 2 8. Burada 4 dəfə 2 8, 8-i mənfi 6-ya vuranda mənfi 48. Çıxaq 16 bölək 8. Mənfi 48-dən mənfi 16 eləyir, mənfi 64 bölək 8. Bu da eləyir mənfi 8. Təpə nöqtələrindən nə aldıq uşaqlar? Mənfi E-mi birinci yazırıq həmişə. Mənfi 1, mənfi 8. Qrafiki qur desə, mənfi 1, mənfi 8. Qırıq xəttdən birləşdiririk bura. A-sı da nədir? Müsbət. Onda bax bu formada qrafikimiz olacaq. Sonra keçirəm işarə təyininə dedim. 5-ci işarə təyini. İşarə təyini. Məsələn, sizə belə bir qrafik verəcəklər. Məsələn, bu tip suallar 29, 30 test toplusunda var. Və qrafiki verəcəklər bu formada. Deyəcəklər ki, A, B, C-nin işarəsini təyin elə. Uşaqlar, biz A-nı danışdıq ki, A müsbətdirsə, qollar yuxarı. Qol yuxarısı A müsbətdir. Sonra dedik ki, C ordinat oxunu kəsən nöqtədir. İndi bu koordinat başlanğıcından yuxarıda kəsibsə müsbətdir, yox aşağıda kəsiydi mənfi olardı. Bəs B-nin işarəsini necə təyin edirik? Uşaqlar, bax, B-nin işarəsini bu C nöqtəsi var, kəsən nöqtə. Bax, bundan sağ tərəf istiqamətdə grafikin üstündən bir az gedirsiniz, yəni çox getmirsiniz. Qrafikdə oxun başı yuxarı baxırsa, deyirsiniz müsbət. Aşağı baxsa, onda mənfi olar. Və məsələn, aşağı baxma, ona bir dənə deyim. Məsələn, qrafik belə olsa. Bax. Bunun özdə aşağıda, yuxarıda olması B-yə aidiyyəti yoxdur. B yalnız oxun istiqamətindən asılıdır. Bax, indi qrafiki kəsən nöqtədən qrafik istiqamətinə bir balaca gedirsiniz. Ox hara baxdı? Aşağı. Burada amma B mənfidir. Bunu unutmayın. İndi keçirik növbəti. Ən böyük, ən kiçik qiymət bildik də. İndi qrafik qurulmalarını öyrədim. Təyin oblastını, qiymətlər oblastını deyim. Sonra keçirik qrafik qurmalara. Məsələn, bizə birinci, bu 5-ci idi, 6-cı gəlir. 6-cı. Deyəcəklər təyin oblastı. Təyin oblastı. Kvadratik funksiyanın təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. 7-ci, qiymətlər çoxluğu. Yəni, qiymət sözünü gördüksə, nə yadıma düşməlidir demişəm? N. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu tapmaq üçün A-ya baxmalıyam. Əgər A müsbətdirsə, bu zaman qiymətlər çoxluğu olacaq transkripsiyadan N müsbət sonsuzluq. Yox, əgər A mənfidirsə, bu zaman qiymətlər çoxluğu olacaq mənfi sonsuzluqdan N-ə qədər. Bax, məsələn, belə olur. Deyir ki, Y bərabərdir 2x minus 2x kvadratı minus 3x plus 4. Qiymətlər çoxluğunu tap. İndi A-sı nədir bunun? 2. Müsbətdir da. Demək, onda hansı qaydadan? Bax, bundan istifadə eləməliyəm. E-nin tapılma düsturu da necə idi? 4AC çıxaq B kvadratı böl 4A. 4A, 4 dəfə 2, 8, 8 dəfə 4, 32. Çıxaq, mənfi 3-ün kvadratı 9, bölək 4 dəfə 2, 8. 32-dən 9 çıxıram, 23 böl 8. Onda olacaq, 23 böl 8 də 2 tam
8-dən neçə eləyir? 23-ü 8-ə böləndə 7. Burada da müsbət sonsuzluq. Ümid edirəm aydın oldu. Yox, əgər burada mənfi olsaydı, bu ikinci düsturdan istifadə edəcəkdim. Əgər, bir də uşaqlar, əgər bu y bərabərdir ax kvadratı plus bx plus c funksiyası kökün altında olsa, bax, bunu unutmayın. Burada dediyim qiymətlər çoxluğu y bərabərdir ax kvadratı plus bx plus c tənliyinə aiddir. Əgər bu kökün altında olsa, a böyük 0 olanda hasandır. Sadəcə bu kökdə n müsbət sonsuzluq olur. Amma a kiçik 0 olanda bu zaman, çünki a mənfidirsə, kökün içindən ən kiçik ədəd 0 çıxa bilər də, mənfi çıxa bilməz axı. Ona görə 0 kökdə n olacaq. Bunu unutmayın. Sonra, indi vuruqlara ayrılma gələcək. Vuruqlara ayrılma gəlməmişdən qabaq, burada mn var idi. Mn harada idi? Bir dəqiqə. Bu tənlik. Bunun qrafikini verir, düsturunu soruşur. Biraz ona öyrədim sizə. Bax, məsələn, sual belə olacaq. Bir dənə qrafik verəcəklər. Bir də yadınızda saxlayın, qrafikdə qırıq xəttlər falan görəndə bilin mn-in düsturudur. Məsələn, bura yazıblar 1, bura yazıblar -1, qırıq xətt gəlib, burada birləşib. Buradan da belə. İndi qırıq xətt var, bəli, təpə nöqtəsi. Nədir m-in? M hansı oxun üzərində idi? X. M nəyə bərabərdir? Biz nə demişik? Demişəm ki, m-i müsbət gördünsə, mənfi yaz, n-i isə olduğu kimi yaz. M burada müsbət 1 idi deyə mənfi 1 yazdım. Amma n mənfidirsə, elə mənfi də yazdım. Burada da bu hissəni mənfi 2 verib, bu kəsdiyi yeri. İndi m-ni yazdım. Düsturumu yazıram ki, mənim düsturum ümumiyyətlə mn düsturu necədir? Y bərabərdir, a vuraq, x minus m-in kvadratı plus n-dir da, bu formadadır. İndi mən bu düsturu yazmaq üçün mn-im var. Ayrı, m-in n-in yerinə bu qiymətləri qoyacam. Bəs qalan, burada mənfi 2 var, bu nəyin qiymətdir? Mənfi 2 hansı oxudur? Y oxu. Y-in yerinə nə yazacam? Mənfi 2. Məqsəd A-nı tapmaqdır da. Bəs x-ə nə yazacam? Yenə y oxunu mənfi 2 nöqtəsində kəsdiyinə görə x-ə həmişə 0 yazacaqsınız. Bax, unutmayın, ümumiyyətlə bu cür tənlikləri həll eləyəndə x-in yerinə 0 qoyuruq A-nı tapmaq üçün. Və gətirib yerinə yazıb həll edirəm. Mənfi 2 bərabərdir. A vuraq. 0. Buradan mənfi 1 yazıramsa, bura plus 1-ə çevriləcəkmi? Yox, heç bunu lap belə də yazmayayım, bir dəqiqə. Bunu düsturda yazım da. Aha. İndi burada plus 1-dirsə, burada mənfi 1 olacaq da. Onda olacaq 0 minus 1. Çünki burada mənfi 1-dir ki, buraya müsbət 1 olub. Plus mənfi 1 də elə, plus mənfi 1 yazanda elə, bu da mənfi 1 olacaq. Bunu həll edirəm. Mənfi 2 bərabərdir A vuraq. 0-dan 1 çıxanda mənfi 1. Mənfi 1 çıx. Mənfi 1-i A-ya vuranda mənfi A çıxaq 1. Buradan mənfi A-nı tapsam mənfi 2 plus 1. Mənfi A bərabərdir mənfi 1. A-nı nə tapdıq? Burada uşaqlar kvadrat yazmaq yaddan çıxıb. Deyirəm, nədə səhv alınıb burada. Burada kvadrat olmalıdır. Bir dəqiqə burayı düzəldim. Aha. Burada onda yazırıq ki, mənfi 2 bərabərdir, A vuraq. Burada mənfi 1-in kvadratı eləyirmi? 1, çıxaq 1. Buradan A bərabərdir mənfi 1. Hətta onsuz da A bərabərdir mənfi 1. A-nı tapdıq, mənfi 1. İndi düsturu yazıram. Y bərabərdir, A-nın yerinə gətirib burada mənfi 1 yazıram. Mənfi 1 mötərizədə x plus, çünki burada plusdur deyin, burada minusdur. Ona görə biz nə yazacağıq? Bax, burada. Dəqiqə. İndi burada plus verib deyə, demək bizim düsturumuzda minus olmalıdır da. Burada kvadratı çıxaq 1. Və tənliyimiz bu şəkildə olacaq.
Yenə ümumiləşdirirəm. Burada necə oldu? E-mi müsbət veriblərsə mənfi yazacağam. E-ni olduğu kimi yazacağam. Burada verilən qiymət Y-in qiymətidir. X-ə 0 verib A-nı tapacağam. Sonra gətirib düsturda A-nın, E-min, E-nin yerinə qiymətlərini qoyub düsturu yazacağam. Sonra gəlir növbəti 8 vuruqlara ayrılma düsturu. Vuruqlara ayrılma. Vuruqlara ayrılma düsturu da Y bərabərdir A vuraq, X minus X1, bir də X minus X2 düsturudur. Vuruqlara ayrılma düsturu. Başlayalım, vuruqlara ayrılma düsturunu MN düsturundan necə seçəcəksiniz? Vuruqlara ayrılma düsturunda qrafik absis oxunu 2 dənə nöqtədə kəsəcək. Fikir verirsiniz. Burada bu nöqtələrin birini X1, birini də X2 qəbul edəcəksiniz. Yenə burada sizə bir dənə rəqəm verəcək, o da Y-in qiyməti olacaq. Yenə bunu hesablayanda nəyin yerinə 0 yazmalıyıq? X-lərin yerinə 0 yazıb həll edəcəyik. Bax, gəlin bir dənə nümunədən yazaq. Məsələn, bizə bir dənə qrafik veriblər. Buraya yazıblar -1, buraya yazıblar 3, burada yazıblar -3. Və soruşur ki, grafikə görə düstur yaz. İndi yazaq. Burada X1-i nə götürəcəm? -1, X2-yi 3, Y2 -3, yenə X-i nə götürəcəm? 0 və A-nı tapacağam. Gətirib yazıram. -3 bərabərdir A vuraq. 0 çıxaq var deyin. Bunların işarəsi də yenə avtomatik dəyişəcək. Yenə 0. Burada plus 3'dür deyin. -3 olacaq. -3 bərabərdir A vuraq. 0'ın üstə 1 gəlinə 1. 0'dan 3 çıxanda -3. Biri də -3'ə vuranda -3. Buradan A-nı tapsam müsbət 1 edəcək. Gətirib yerinə yazıram indi düsturda. Y bərabərdir 1 vuraq. X -1-dirsə nə yazacağım? Plus 1, müsbət 3-dürsə -3. Tənliyi qurdum. Birdən uşaqlar, burada soruşur ki, A-nın, B-nin, C-nin A, B, C nəyə bərabərdir? Ya A, B, C-nin cəmini tap. Bunu tapmaq üçün isə bu çox ədli deyil. Çox ədlini vurub açmaq lazımdır. Biri onsuz da vuranda 1 eləyir. Bunları gəlin bir-birinə vuraq. X, X-ə vuranda X kvadratı, X-i -3-ə vuranda -3X, 1X-ə vuranda X, biri -3-ə vuranda -3. Bunu da həll eləsək, X kvadratı çıxaq 2X -3. A nəyə bərabərdir? 1-ə. B -2-yə, C də -3-ə. Daha cəmini də soruşanda edəcək -4. Qutardı, getdim. Artma, azalma da nə formadadır? Bax, məsələn, bu qrafik. Deyəcək ki, funksiyanın artma aralığını və ya azalma aralığını tap. Bax, fikir verirsinizsə, funksiya buradan belə arta-arta getməyib bu istiqamətdə. Artma, azalmada həmişə X nöqtəsinə görə deyirsiniz. Onu da deyirəm, mənfi sonsuzluqdan 1-ə qədər bu nə edib? Artıb, 1-dən müsbət sonsuzluğa qədər azalıb. Aydındır. Bu formada da artıb azalmayı deyirik. Başqa nə qaldı bu mövzuya aid? Bir də diskriminantlar qalıb. Sual düşəcək ki, aşağıdakılardan hansında diskriminant böyük 0 olur? Bax, yadınızda saxlayın ki, diskriminant böyük 0 olanda qrafik absis oxunu 2 yerdə kəsir. Bax, məsələn, belə. Fikir versiniz, bir burada kəsdi, bir burada. Bu zaman diskriminant nə olur? Böyük 0 götürüb həll edəcəksiniz. Yox, əgər diskriminant bərabər 0 olanda, bu zaman qrafik absis oxuna toxunur. Və ya deyəcək, qrafik absis oxunun üstündədir. Bu zaman diskriminantı bərabər 0 edirsiniz. Bir də var ki, diskriminant kiçik 0. Bu zaman deyirsiniz ki, qrafik absis oxuna toxunmur. Bax, bu havada, yəni bu formada olacaq. Bu da belə. Ən böyük, ən kiçik qiymətləri də dedim. Başqa fikirləşirəm, nə qaldı? Mən sizə deməmiş. Belə uşaqlar, qaydaların hamısını izah elədim. Sağ olun.